düşünebilirsiniz 76-cı ildə burada göz açmışam dünyaya. İndi də 2026, 50 il vermişik buraları təhlil çıxmışıq. Elə belə keçirdim buradan. Döndüm deyim görüm nə var nə yox. 50 il nə deməkdir? Yarım əsr. Hər daşı xatirədir. Yığıncam idi, evlərimiz darısqal idi. Burada böyük evlər retq olurdu. Ama size böyle baxanda bizdə biraz geniş idi hələ. Burada bir balkonumuz da var. Belə, bu da Sovetski. Bilən bilər nə deməkdir, bu nə təəssüratdır. Eyni evdə dünyaya gəlmək, yəni eyni evdə göz açmaq, yəni orada böyümək. Yani olur 11 yıl yaşasan, 30 yıl falan yıl yaşadım, yox. Burada doğup büyümüşdük. Belə